Təxminən 35 min il bundan əvvəl Azərbaycan ərazisində ağıllı insan Homo sapiens yaşamağa başlamışdır. İnsan fiziki və əqli cəhətdən daha da inkişaf etdi. Əmək fəaliyyətinin artması, şuur və düşüncənin inkişafı tədricən səsli nitqin yaranmasına səbəb oldu. Səsli nitq ilk vaxtlar tək-tək sadə səslərdən ibarət idi. Tədricən belə səslərin birləşməsindən sözlər yaranmışdır. Bu dövrdə ulu icmanı qəbilə, nəsil icması əvəz etdi. Onun əsasını qan qohumu olan insanların birliyi təşkil edirdi. Qadın qəbilənin həyatında mühüm rol oynayırdı. Onlar uşaqların qayğısına qalır, yığıcılıqla məşğul olur, odu qoruyub saxlayır və yemək hazırlayırdılar. Buna görə qəbilədə ana üstün yer tutur, nəsil ana xətti ilə müəyyən olunurdu. Bu, tarixdə ana xaqanlığı, matriarxat çağıdır. Orta daş dövrü. Eramızdan əvvəl 12-ci minillikdən Azərbaycan ərazisində orta daş dövrü və ya mezolit adlanan dövr başlandı. Mezolit dövründə yaşayış üçün daha əlverişli iqlim şəraiti var idi. Qəbilə icmasında yaşayan insanlar əsasən ovçuluq, yığıcılıq və balıqçılıqla məşğul olurdular. Bu dövrdə insanlar ox və kamanı ixtira etdilər. İnsanlar heyvanları əhliləşdirdilər. Onlar ovladıqları heyvanların balalarını saxlayır, qida ehtiyatını artırmağa nail olurdular. Bu, ibtidai maldarlığın əsasını qoydu. Ət ehtiyatının artması insanların ərzağa olan tələbatlarını qismən ödəyirdi. Toplanan yabanı bitki toxumlarının bir hissəsi ehtiyat üçün saxlanırdı. Yığıcılıqla məşğul olan qadınlar toxumların torpağa düşdükdən sonra yenidən cücərdiyini görmüşlər. Onlar torpağı sümüklə, sivri daşla və ağacla yumşaldıb toxumları yerə bastırmışlar. Bu isə ibtidai əkinçiliyin meydana gəlməsinə şərait yaratmışdır. Beləliklə, mezolit dövründə mənimsəmə təsərrüfatından istehsal təsərrüfatına keçidin əsası qoyuldu. Əvvəllər təbiətin hazır nemətlərindən istifadə edən insanlar indi onları özləri istehsal etməyə başladılar. Lakin istehsal təsərrüfatının formalaşması bir qədər sonra yeni daş dövründə başa çatdı. Azərbaycanda mezolit dövrü əhalisinin yaşayışı, məşğuliyyəti Qobustan abidələri əsasında öyrənilmişdir. Buradan çaxmaq daşı və sümükdən hazırlanmış əmək alətləri tapılmışdır. Həmin dövrdə insanlar çox kiçik ölçülü, müxtəlif həndəsi formalı alətlərdən istifadə etmişlər. Onlar sümükdən biz, ox ucu, balıqçılıqda istifadə olunan alətlər düzəltmişlər. Azərbaycanda qədim qayaüstü təsvirlər ilk dəfə Qobustanda 1939-cu ildə arxeoloq İshaq Cəfərzadə tərəfindən qeydə alınmışdır. Buradakı qayaüstü təsvirlərin sayı 6000-dən çoxdur. Bu təsvirlər ən çox qədim düşərgələrin divarlarında, düşərgənin ətrafındakı daş və qayalarda çəkilmişdir. Onlar döymə, qazma, sürtmə, cızma üsulu və təbii boyalarla çəkilmişdir. Mezolit dövründə ibtidai incəsənət xeyli inkişaf etmişdi. Qobustan qayalarına bu dövr insanlarının inanclarını, dini ayinlərini, ov səhnələrini əks etdirən rəsmlər həkk olunmuşdur. Buradakı insan və heyvan rəsmləri böyük məharətlə təsvir edilmişdir. Qobustanda mezolit dövrünə aid qəbirlərdə dəfn edilənlərdən birinin yanına müxtəlif əşyalar qoyulmuşdur. Bilirsinizmi, Qobustan açıq səma altında muzeydir. Qobustan abidəsi 1966-cı ildə Mədəniyyət Nazirliyi nəzdində Qobustan Dövlət Tarixi Bədii Qoruğu elan edilmişdir. 2007-ci ildə Qobustan abidəsi UNESCO-nun Dünya İrs siyahısına salınmışdır. Yeni daş dövrü. Azərbaycanda yeni daş dövrü eramızdan əvvəl 8-ci minillikdən başlamış, eramızdan əvvəl 6-cı minilliyədək davam etmişdir. Daş dövrünün bu mərhələsi neolit adlanır. Neolit dövründə istehsal təsərrüfatı formalaşdı. İnsanların təbiətdən asılılığı xeyli azaldı. Onlar lazım olan məhsulları özləri istehsal edirdilər. Məşğuliyyət sahələri içərisində əkinçilik və maldarlıq əsas yer tuturdu. Oturaq həyat tərzinə keçən əhali əkinçilik və maldarlıqla yanaşı, ovçuluq və balıqçılıqla da məşğul olurdu.
Azərbaycanda bu sahələrin inkişafı üçün əlverişli şərait var idi. Əmək alətləri əsasən çaxmaq daşı və dəvəgözündən hazırlanırdı. Torpağı toxa ilə yumşaldırdılar. Neolit dövründə sənət sahələri meydana gəldi. Duluzçuluqla məşğul olanlar saxsı qablar istehsal edirdilər. İnsanlar daş alətləri deşməyi və cilalamağı öyrəndilər. Toxuculuq yarandı. Toxucular yundan və bitki lifindən məmulatlar hazırlayırdılar. İstehsal təsərrüfatının yaranması ilə cəmiyyətin həyatında baş vermiş yeniliklər Neolit inqilabı adlandırılmışdır. Neolit dövrü abidələrindən daş toxalar, çəkic, balta və lövhələrdən ibarət əmək alətləri tapılmışdır. Yaşayış yerlərindən birində iri buynuzlu heyvanın çənə sümüyündən düzəldilmiş oraq tapılmışdır. İnsanlar sümüyün içərisinə çaxmaq daşından kəsici qəlpələri yerləşdirmiş və yeni alət əldə etmişlər.